kəsə. Salamlar. Bir onluq yenidən efirdədir və gərgin mübarizə dəyişən baxış sayı ilə. İlk olaraq onu qeyd edək ki, bu proqram YouTube Analytics proqramından toplanan baxışlar əsasında hazırlanır. Əgər hər bir ifaçının bu rəqəmlərlə bağlı doğruluğuna şübhə yaranarsa, bizə birbaşa yaza bilər və ya statistikalarını təqdim edə bilər. Həftəlik onluq proqramımız isə hər həftənin cümə axşamı 12:00-da yenilənir və həmin tarixə olan statistikalar əsaslanır. İndi isə keçək bu həftə baş verənlərə. İlk olaraq ondan başlayaq ki, bir musiqi bu həftə hit paradımıza qayıdıb. Eyni zamanda 3 yeni musiqi proqramımıza daxil olub. Deməli, bu həftədə ciddi musiqi qarşıdurması olacaq. Başlayaq 10-cu pilləmizdən. Bu həftə yenidən eyni pillədə Gülay yer alıb. İstərsənmi mahnısı bu həftə 179.245 baxış toplayıb. Bu say keçən dəfəkindən çoxdur, amma təəssüf ki, yerimiz bu həftə eyni olaraq qalıb. İstərsənmi, istərsənmi, biz eyni ruh olmadıq mı? Ayrı-ayrı bədənlərdə bu məhəbbət bitərmi heç? Ayrı-ayrı yaşasaq da nə fərqimiz olar yoxsa səbəbsizcə gedənlərdən? Daxil olduğu həftədən hər həftə irəliləyən hissə ya göz dəydi, ya da fanatları artıq yeni mahnı arzusundadır. Belə ki, Sevə-sevə mahnısı bu həftə 4 pillə geriləyib və 187.392 baxış sayı ilə 9-cudur. Röya Ayxan və Murad Arif yenidən hit parada qayıtdı. Əlbəttə ki, bu mərəng mahnısı ilə. Və sizin xəbəriniz var ki, Murad Arif 3 qat qələbə, 3 qat həzz və 3 qat enerji partlayışı ilə Heydər Əliyev adına sarayı yenə sözün yaxşı mənasında partlatmağa hazırlaşır. Bu dəfəki 30 sentyabrda baş tutacaq konsert isə 3-0 adlanır və düşünürük ki, bu hiti də orada eşidə biləcəyik. Murad bəy, rəqəmlərlə bağlı hər şeyi çox gözəl düşünmüsünüz ha. Hələ isə bu mərəng 8-cidir və 224.904 baxış sayısı ilə. Həftənin 7-cisi isə Kazımcandır. Yenə də hit paraddadır, yenə də aktualdır və yenə də sevilir. Fikrimizcə Kazımcan bilir nə yazmaq lazımdır ki, əsl hit olsun. Bu həftə Danış Mənimlə 247.966 baxış sayı toplayıb. Sənin üçün darıxdım yenə də danış mənimlə. Yenə kəlmə qayna qarış danış mənimlə. Eybi yox hərdən küs barış mənimlə. Amma qəlbimi dinlə, nə varsa var. Bu həftənin 6-cı pilləsində özü kimi musiqilər də möhtəşəm olan Respublikanın əməkdar artisti Xumar Qədimova daxil olub. Yeni mahnısının adı da qeyri-adidir. Vəhşi kimi. Bəli, bu həftə onluğa yeni daxil olan Vəhşi kimi düz ilk həftə üçün 301.283 baxış toplayıb. Yer sıxdı birdən-birə, dərd axdı birdən-birə, darıxdım birdən-birə, darıxdım. Yer sıxdı birdən-birə, dərd axdı birdən-birə, darıxdım birdən-birə, darıxdım. Bir əsər rubrikamız yenidən efirdədir. Bu dəfə sizə bir nömrəli hitmaker Murad Arif ilə Ramil Nabranın ifa etdiyi sözün əsl mənasında dillər əzbəri olan Gedək Hoppalara musiqisindən danışacağıq. Gedək hoppalara. Mahnının musiqisi hitmakerin elə özünə məxsusdur. Sözlərini isə Murad Arif Ramil Nabranla birgə ərsəyə gətirib. Bu musiqi düz 7 il öncə yaranıb və ölkəmizdə YouTube izlənməyə görə az rast gəlinən rekord izlənməyə sahibdir. Düz 41 milyondan çox baxış. Soyuqamalar kanımızı içdi.
aman. Bu soyuqdan qaçmaq üçünsə 2 bilet almalıyam. Ah güneşsiz həyat çətindir, istəyə tərəfdaram. Mənlə gəlməni sən tələbimdir, ölümünə inatkaram. Bu musiqi nəinki gənclər tərəfindən, bir sözlə hər kəs tərəfindən sevilməyi bacardı. Hətta ölkənin bir neçə böyük reklam çarxlarının soundtrack oldu. Gəl bir qərara, tərəddüdləri fırlat kənara. Ən sərfəlisin bilirəm, düzünü deyirəm, düş səni gözləyirəm, gedək optimala. Eyni zamanda Murad Arifin solo, Tufan, Hitmaker adlı hər 3 solo konsertlərində Gedək Hoppalara musiqisi hər dəfə tələbatını itirməyib, istənilib və böyük coşqu alqışlarla qarşılanıb. Axı o əsl hitdir. Gedək hoppalara, buralar can uzara. Düş gedək hoppalara, mən hara sən doğra. Avokado, kivi, papaya, ananas, mango. Havuz kenarında rumba, tango, mambo. Amma Murad Arifin bu əsəri ölkə sərhədlərini də aşmağı bacardı. Nail olduğu uğurları ilə kifayətlənmədi və qardaş ölkənin həmin ilində demək olar ki, bütün yay istirahət mərkəzlərində hitə çevrildi. Daha sonra isə qardaş ölkənin ən məşhur ifaçılarından biri olan Zinət Salı da Gedək Hoppalara musiqisindən yan keçə bilmədi. İfa etdi, klip çəkdirdi və nəticədə musiqi yenə öz sözünü dedi. Zinət Salıya daha çox populyarlıq bəxş etdi və Netty Music YouTube kanalında 42 milyondan çox izləndi, Türk hit paradlarına daxil olmağı bacardı. Çok düşünme gel bu kenara, tereddütleri fırlat havaya. Senle ikimiz birlikte kalpte özgürlükle hiç yalnız kalmayalım. Hadi hoppalara, gelsene bir buraya. Hadi yeni duygulara. Ən xoş hadisələrdən biri isə 5 il öncə dünya miqyaslı Səs Uşaqlar müsabiqəsinin yerli proqramında baş verdi. Gedək Hoppalara Respublikanın xalq artisti Zülfiyə Xanbabayevanın ifasında fərqli və özəl formada səsləndi. Sonluqda Murad Arif ilə Çingiz Mustafayev Zülfiyə xanım Xanbabayevaya qoşularaq həm zalı coşdurdular, həm də müsabiqəni uğurlu formada açıq elan etdilər. Seni nefretten değil, ben seni seçtirem, ben seni gözlerim. Gedək hoppalara, gel Səs Uşaqlara. Gedək hoppalara, gel Səs Uşaqlara. Gel gedək, dur gedək, gel gedək hoppalara. Gel gedək hoppalara. Dur gedək, gel gedək hoppalara. Gel gedək, dur gedək Uşaqlara. Sonda isə onu qeyd edək ki, Murad bəy, kliplərinizdəki rəngarəngliyə, pozitivliyə və gözəl musiqilərinizdə hər zaman ehtiyacımız var. Siz yazın, yaradın, partladın, biz isə zövqlə dinləyək və yayınlayaq. Düş gedək hoppalara, mən hara sən doğra. Matı. Keçən həftənin 4-cü pilləsində yer alan Sos bu həftə 5-cidir. Aygün Kazımova hər il, hər ay, hər həftə, hər gün öz aktuallığını qoruyur. Bu həftə Sos 634.648 baxış toplayır. Dinləyərək və rəqs edərək. Suallar presdə bir yandan, bütün gün stresdə bir yandan, show biznesdə bir yandan, SOS. Suallar presdə bir yandan, bütün gün stresdə bir yandan, show biznesdə bir yandan, SOS. Bu həftə 4-cü yerdə yenə də Aygün Kazımova yer alıb. Onun Can ol mahnısı da geriləyənlər sırasındadır. Bu həftə düz 652.864 baxış toplamaqla 4-cü olub. Bir dəfə güldün, yayıldı qanıma, dedim ki necə yaraşar yanıma. Eşqin ilə can ol canda canıma,
küçüklüyümüzə bu həftə Respublikanın xalq artisti Aygün Kazımova açıq elan edir. Yenə mesajlar, yenə ünvanına çatan sözlər. Abrakadabra bu həftə 3-cü yerdədir. Düz 906.732 baxış ilə. Xoş dinləmələr. Abrakadabra, abra, abra, kadabra, abrakadabra, abra, abra, yabra, abrakadabra. Birbaşa ikinci pillədə debüt edən Qürur mahnısından danışmaq istərdik. Gözəl sözlər, gözəl Röya Ayxan ifası bu həftə ikinci pillədədir. Musiqisi və sözləri Balaliyə aid olan Qürur birbaşa 1 milyondan çox baxış sayı ilə burada yer alıb. Musiqidə deyildiyi kimi 1-2 olar, 2-3 olar. Biz sizə deyirik ki, 2-də debüt edən növbəti həftə 1 də ola bilər. Çünki musiqidə ifa da möhtəşəmdir. Axı bunu Respublikanın xalq artisti Röya Ayxan ifa edib. Axı Tanrı bağışla yandı, bağışla getsin. Etme gurur, sevgi budur, adamı duzur, torpağıdır. 1-2 olar, 2-3 olar, tələ sürəyim, sonra gec olar. Etme gurur, sevgi budur, adamı duzur, torpağıdır. 1-2 olar. Gəldi birinci pilləyə. Bu ünvanın artıq 4-cü həftədir dəyişilməz adı Roza Zərgəlinin İstədim mahnısıdır. Bu həftə düz 1 milyon 57.404 1 milyon 57.484 baxış sayısı ilə. Təbriklər Rəza xanım. Səndən sadəcə diqqət istədim. İstədim, sevilən olum, yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin. Mənə gəlsəydin, ətrini duysaydım bir. Bununla da 4-cü buraxılışımızı tamamladıq. Sizdən isə proqramımızı izləməyi, bəyənməyi və səhifəmizə üzv olmağı gözləyirik. Biz axı yalnız keyfiyyətli musiqilərdən danışırıq. Bizi izləməyə dəyər. Hələlik!